Salam dostlar, salam əziz qardaş və bacılar, necəsiz? Ümid edirəm ki, yaxşısınız və yaxud yaxşı olmağa neyinisiz, çalışırsınız. Bir çoxlarınız mənə sual verirsiniz ki, bəs bu nevrozdan qurtulma metodu nədir? Metod təbii ki, Google-ni axtarsaz, nə bilim, siz şəbəkələrə inanırsınız da. Axtarsanız biləcəksiniz ki, metod nə metoddur? Təbii ki, psixoterapiyadır, kognitiv terapiyadır və s. Birinci mərhələ simptomları qəbul etməkdir. Simptomları gərək qəbul edəsiniz, simptomları tanıyasınız. İkinci mərhələ qeyri-müəyyən, ən əsas mərhələ budur. Qeyri-müəyyən bir şeyi qaranlıq qalan, yəni qeyri-müəyyən nə deməkdir? Siz ağrılar çəkirsiniz, risk ağrı olur. Düşünürsünüz ki, bu nədən ola bilər? Nədən ola bilər? Deyəsən ölürəm, gəlir ölüm qorxusuna və ölüm qeyri-müəyyənlikdir. Anlatabildim mi? Bununla barışmalısınız. Ondan əlavə nevrozun özünü qəbul eləməlisiniz. Mütləqdir. Çünki sizi simptomlar tutanda məsələn oturmusunuz yeyib içən yerdə və yaxud hardasa inazlar da var da burada. Sizə hansısa simptom tutur və siz ondan qorxmağa başlayırsınız, elə bilirsiniz ki, yaddan çıxır ki, siz nevrozsuz. Nevrozun bir çox simptomları var. Çox simptomları var, onu deyim. Dərhal o zaman nevroz olduğunuzu qəbul eləməlisiniz. Anlatabildim mi? Sonra gəlir inazlar. Siz öz qurduğunuz fantaziyalara inanırsınız və mühürünü də vurursunuz ki, bəli, 100% məndə infarktdır. Məndə bu simptom olmamışdı. Axı mən sizə əvvəl gündən demişdim ki, bu xəstəlik smart xəstəlikdir. Bir günləri bu bir simptomu verir. Dalbadal bu simptomu verə bilməz. Mümküniyyəti yoxdur. Beyin ağıl funksiyanı daşıyır. Verə bilməz çünki o anlayır ki, sən artıq buna əhəmiyyət verməyəcəksən, bunu tanıyacaqsan və yenə də kitabxanada qalan, yəni şuur altında qalan problemlərin həllini tapmamış qalacaq. Ona görə də bu bütün simptomları tez-tez dəyişir ki, sən əhəmiyyət verəsən və o qalıq, yarımçıq qalan bir problemləri həll eləyəsən. Anlatabildim mi? Yəni nə demək istəyirəm? Ona görə də biz sıfırdan başlayırıq. Deyirlər ki, o sefer biri 3 dənə kəlməni öyrənib və nə bilim, özü də nevroz olub yəqin ki, indi biz o qədər oxumuşuq deyə uşaqlar gəlirlər, sən düz demirsən, mən düz deyirəm, sən yanlış anlatırsan cəmaatda filana bəsməkənə. Mən bunlara tupoy kimi baxıram, yəni tupoydular bunlar. Həqiqətən tupoydular. Özdə elə gülünc argumentlər gətirirlər ki, mənim gülməyim gəlir. Nəinki mənim ən savadsız xəstələrimiz olsun belə o argumentləri ona gətirəndə ona güləcək. Ona özünü ağıllı sayır insan öz aləmində. Yəni nevrozlarda bu şey var. Nevroz bir simptomdan çıxanda mənim əzizlərim, bir qlobal simptomdan çıxanda elə bilir ki, bu alimdir, mən indi hamısına kömək eləyə bilərəm. Amma bu elə deyil. Çox təəssüf eləyirəm, elə deyil.
Nevrozun o özü hələ bilmir. Nevrozun pik nöqtələrinə çatmayıb. Ona görə o elə bilir ki, mən hamısına kömək eləyə bilərəm, mən hamısını həkimlərlə də debata girə bilərəm. Yanlışdır, cəmaət 7 il, 8 il oxuyur. Oxuyur, gəlir, o demək deyil ki, mən uşaqla məsələn debata girməliyəm və onun dediklərimə ümumiyyətlə belə elə adamları blok eləyirəm mən. Mən deyirəm axı, nevrozlarda bu xüsusiyyət var, yəni hansısa bir qlobal simptomdan xoş çıxacaq. Çıxan kimi də bunlara elə gəlir ki, mən indi hamısına kömək eləyə bilərəm. Anlatabildim mi? Yəni yanlış düşüncədir, olmaz belə bir şeylər. Usuqubliyyət eləyə bilər xəstələri, o öz aləmində, öz beyninin interpretasiyasından asılı olan bir şeydir. Yəni o necə düşünür, necə qəbul eləyir və o cürlə də izah eləmək istəyir. Anlatabildim mi? Yəni güya kömək üçün, amma elə deyil. Hər şeyin öz qaydası var, qanunu var, protokolu var. Tamam mı? Ona görə də hər kəsə inanmaq lazım deyil. Uşaq, özü bu Gürcüstandan zatdan çoxu çıxır, tupoylar, yəni təmiz tupoydular ha. Ağızlarına gələn danışırlar ki, bunlar bu xəstəyə el sındılar qabutda. Anlatabildim mi? Mən də bunlara qulaq asıram, baxıram, deyirəm, mən bundan nə debat, bu iki eşeğin arpasını bölə bilmir, mən bundan nə debat apara bilərəm. Və həmişə yadınızda saxlayın, kimlər ki çox bilir, o az bilən istəyir ki, bundan debat aparsın, bunu güyəm ki, bundan ağıllıdır filanı bəs məkanda, həmişə belə olur. Anlatabildim mi? Haradasa məntiq tapır və özündə interpretasiya eləyir, analiz eləyir, filan eləyir, öz neyron svязlarına görə düşünür ki, mən düzəm, mən ona izah eləməliyəm və ona yedirtməliyəm ki, mən düzəm. Bu tupoyluqdur. Giz o adamdır ki, özünü ağıllı sayır. Anlatabildim mi? Yəni, bu mümkünsüz bir şeydir. Mən nəinki belə uşaqlarla, mən professorlar mənə zəng vurur. Beynəlxalq professorlardan gedir söhbət. Azərbaycandan danışmıram, Azərbaycanda psixologiya yoxdur. Mən onlarla debata girən adamam, uşaqlardan indi bilmirəm, bizdə vardı o tirpaşlıq, bildim, Timboli Gürcüstanlardan. Bütün hamısını şamil eləmirəm, mən öz sahəmdən danışıram. Bunlar elə bilirlər ki, bunlar doğrudurlar və mənə öz istədiklərini yeridə bilərlər. Anlatabildim mi? Danışdıqlarını bir nəfər var danışıb, onu efirə bir gün çıxardacam, qulaq asarsınız. Məndə də səs yazıları, bir dənə qulaq asarsınız, bu tupoy baş hələ nələr danışır. Ümumiyyətlə nevroza aid olmayan bir şeyləri, protokol üzrə vəbşə belə bir şeylər yoxdur. Ellison'un bundan vəbşə ümumiyyətlə xəbəri yoxdur və bu onu doğru bilir öz aləmində və debata girmək istəyir. Doğruyam deyə bunu yedizdirmək istəyir kiməsə. Və siz işiniz gücünüz yoxdur. Hamısı da ticarətçidir özdə. Biri araq satır, biri nə bilim bazardan nə zibil satır, onu satır, bunu da. Gedin işinizlə məşğul olun da. Niyə həkimlərlə siz neynəyəcəksiniz? Siz bu işi əlinizə alıb nə etmək istəyirsiniz? Sizin əlinizdə əsas yox, sizdə medisina bir diplom yox, bir medisinanın nə bilim heç bir şey yox, əsaslar yox.
siz kimə kömək eləmək istəyirsiniz? Cəmaət 10 illərlə can qoyur orada. İndi siz nevrozun bir simptomundan Allah tərəfi qurtulmusunuz. Nevrozdan 90% elədi. Qurtulurlar və düşünürlər ki, mən dəhşətəm, mən bu dəqiqə hamısına kömək eləyə bilərəm. Anlatabildim? Çünki o simptomu yaşayanda o dərəcədə depressiyada olurlar. O dərəcədə stres yaşayırlar. O dərəcədə sıxılırlar. Allaha yalvarırlar, bir dənə buradan çıxın, bir dənə bundan çıxın. Və çıxan kimi fikirləşirlər ki, mən nəsə öz beynimə çıxmışam bunu. Fantaziyalar qururlar. Onsuz da fantaziyordular nevrozların 90%-i və fikirləşirlər ki, mən çıxdığım kimi kömək eləyim, cəmaət da çıxsın. Bu yanlışdır, əzizlərim. Bu psixologiya nədir? Psixologiya biz nə ilə işləyirik? Hər kəs eyni düşünə bilmir. Anlatabildim mi? Yəni, məsələn, ipoxonlar, bütün ipoxonlar eyni cür qəbul eləmir nevrozu və düşüncələri fərqli olur. Anlatabildim mi? Yəni, bu psixologiya tam başqa bir şeydir. Bunlar bilmirəm nə ilə qatırlar. Bunlar ümumi xəstəliyi götürürlər. Xəstəliyi götürürlər ki, xəstəliyin yolu bundadır və salam məndə. Elə deyil. Sən bilmirsən bu xəstə nə cür interpretasiya eləyir, nə fikirləşir, nədən qorxur. Anlatabildim mi? Nə bilim, tupoy basıb dünyanı, biz də qalmışıq. Nəinki belə uşaqlar, yəni mən heç onlara heç vaxt it yerinə qoymuram, heç adam yerinə qoymuram. Nəinki onları, mən bəzi psixoloqlarla debata girirəm və siz görmürsünüz, bilmirsiniz və psixoterapevtlərlə debata girirəm. Və mənim bildiyimin 50%-ni bu insanlar bilmir, çünki Azərbaycanda bu hələ inkişaf eləməyib mənim əzizlərim. Anlatabildim mi? Nevroz dərin bir xəstəlikdir. Mən buna yenə xəstəlik deyirəm. Sübut da eləyərəm nəyə görə xəstəlik. Və bunu protokolsuz, bunu təhsilsiz, bunu özün yaşamadan heç kəsə kömək eləyə bilmərsən. Tamam mı? Üçü birində olmalıdır. Tamam. Yəni mən kömək eləyərəm, mən bıfşı nevroz olmuşam, kömək eləyərəm, usuqubliyyət eləyərsən. Çünki psixologiya tam fərqli olur. Düşüncələr tam fərqli olur. Tamam mı? Xəstə var ki, qalıb 2000-ci ildə. Biz ona kömək eləmişik. İndi 2026-dır. Bu qalıb 2020-də. Düşüncə orada tormuzlanıb, 2020-də dirənib. Necə kömək eləyəcəksən, qardaşım ona? Sual verirəm sənə. Onu qaytar 2026-ya görüm, qaytara bilərsən. Savad olmadan, oxumadan, biliyin olmadan, psixologiyanı bilmədən necə qaytaracaqsan bu nevrozu? Bu qalıb 2000-ci ildə bir dənə stres yaşayıb və zastrat eləyib orada ilişib qalıb. Sən onu gətir 2026-ya. Gətirə bilərsən? Kişi var ki, oğlan uşağıdır, bizə müraciət eləyib. Öz anasına üzr istəyirəm ifadəmə görə yaxınlıq eləyib. Tam yaxınlıq eləməyib, amma yaxınlıq olub. Sonra ayılıb, düşüb depressiya.
kömək eləyə bilərsən, əzim? Hı? Bir də oturun, siz özünüz də bir dənə ayaq başına düşünün ki, bu nə deməkdir? Bu heç ağla sığılmaz bir şeydir. Burada sən psixoterapevt olmalısan, əzim. Burada sənin ağlın işləməlidir, sənin təhsilin olmalıdır. Anlatabildim mi? Bir dənə panik atakın öhdəsindən gəldim və yaxud hansısa simptomun qabağını ala bildim. Və bildim ki, bu inacdan asılıdır filandan belə. Mən daif, hamısına kömək eləyə bilərəm. Siz tupoysuz. Başınız işləyir sizin. Qadın öz şəklini çılpaq şəkillərini əri oğlu atıb ona buna filan inanıb da kiməsə. Üstünə 3 il keçib bu ayılıb ki, ay dadı bir dadı mən neynəmişəm, birdən bu şəkillər hərlənər fıranar, mənim ailəm dağılar. Və isterikadadır bu insan. Kömək eləyə bilərsən. Psixologiya budur. Sən kimlə, nə ilə qatırsan sən mənə elə bir cürət eləyib yazırsan ki, ay nə bilim mən belə nevrozun atasıyam, anasıyam, bacısıyam, nə bilim nəyim. Söhbət nevrozdan gedmir. Söhbət psixoterapiyadan gedir. Əzim. Psixoterapevt bütün növ psixoloji xəstəliklərin öhdəsindən gələn bir insana deyilir. Sən hələ bunu anlamırsan, gör nə qədər qoyunsan. Sən debata girmək istəyirsən. Tupoysuz siz. Hı? İnsan var idi, öz əmsini qətlə yetirmək istəyirdi. Elə bilirdi ki, əmsi bunun varına, dövlətinə, orada hektarlar söhbəti var idi. Elə bilirdi ki, bu psixolojidir, yəni. Elə bilirdi ki, əmsi bunun bütün hektarlarını əlinə keçirmək istəyir və bunun qəsdinə durub bunu qətlə yetirmək istəyir. Bunu. Bu ondan qabaq düşmək istəyir və onu qətlə yetirmək istəyir öz əmsini. İşləyə bilərsən bu adamla. İndi o adam Bakıdadır. Yerlərində yer beyir eləyib, burada şirkət böyüyüdür. İşləyə bilərsən. Ona görə də bir adama zəng vuranda, yazanda, bir nəsə eləyəndə bir oturun düşünün, bir qoyun başınızı, tupoy başınızı işlədin ki, nevroz nə olan şey, psixologiya ümumiyyətlə nə olan şeydir, nevrozdan getmir söhbət. Psixoterapiya nədir? Psixoterapevt nədir? Anlatabildim, birinci onu düşünün. Nevrozun hansı simptomundan çıxmısan, elə bizə mənfisi o, neysə. Sağ olun, özünüzə yaxşı baxın. Quluğuzdayam 24 saat. Telefonumuz açıqdır. Hər hansı problemimiz olursa olsun, yəni yanınızdayıq. Əlimiz çatandan kömək eləməyə hazırıq. Sağ olun, salamat qalın.